Sahibkar Ramil Aslanov gömrük rəsmisinin təzyiqinə məruz qaldığını iddia edir. Azərbaycanlı sahibkar Ramil Aslanov gömrük rəsmisi Elmir Ramazanov tərəfindən əsassız təzyiqlərə və süründürməkçiliyə məruz qaldığını iddia edir. Onun sözlərinə görə bu hadisə sahibkarın vasitəçi brokerlərdən istifadə etmədən birbaşa öz şirkətinin adına yük gətirməsi və gömrük rəisinin qanunsuz tələblərinə etiraz etməsi səbəbindən baş verib. Sahibkarın iddiaları: Ramil Aslanovun bildirdiyinə görə Dövlət Gömrük Komitəsində yüksək vəzifəli şəxslərlə görüşü zamanı Elmir Ramazanova sahibkarı incitməməsi və malların açılaraq sayılması barədə tapşırıq verilib. Lakin gömrük rəsmisi bu göstərişə məhəl qoymayaraq sahibkarın şikayətini yuxarı instansiyalara çatdırmasına görə onu daha da təzyiqlərə məruz qoyub. Sahibkarın sözlərinə görə ona məxsus malların olduğu ambarda işıqlar qəsdən söndürülüb və malların gecə sayılması üçün suni maneələr yaradılıb. Bu isə sahibkara qarşı qərəzli yanaşmanın və məqsədli təzyiqlərin göstəricisi kimi qiymətləndirilə bilər. Gömrükdə ikili standartlar. Bu hadisə bir daha Azərbaycan gömrük sistemində ikili yanaşma və süründürməkçilik iddialarını gündəmə gətirib. Sahibkarların bəzi vasitəçi brokerlərdən istifadə etməyə məcbur edildiyi və birbaşa işləməyə cəhd edənlərin müxtəlif çətinliklərlə üzləşdiyi bildirilir. Məsələ ilə bağlı rəsmi mövqe. Hazırda Elmir Ramazanovun və Dövlət Gömrük Komitəsinin bu iddialara münasibəti bəlli deyil. Sahibkar isə hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırdığını bildirib. Məsələ ilə bağlı aidiyyatı qurumların və gömrük orqanlarının açıqlamalarını gözləyirik. Əgər sahibkarın iddiaları doğrudursa, bu ölkədə biznes mühitinin şəffaflığına və sahibkarların hüquqlarının qorunmasına dair ciddi suallar yaradır. Məsələ ilə bağlı yeni məlumatlar əldə etdikdə oxucularımızı xəbərdar edəcəyik. Səsləndirdi Aytən Bəxtiyarlısı. Bu qaranlıqda işığı da söndürdülər, başqa yerdə işıqlar yanır. Bir dənə bizdə işıq yanmır, malları sökülmüşü sayırıq. Bu da fakt. Bunun işığını. Gəl indi say. Burada nə sayıla bilər? O birisi ambarlarda işıq yanır. O birisi ambarlarda işıq yanır. Qaranlıqda gəl malı say.